Hər il olduğu kimi, bu ildə məktəblilər arasında Respublika Fən Olimpiadalarına maraq böyük olub. 2025-2026-cı tədris ilində bu mötəbər elm yarışında 73.193 şagird iştirak edib. Onlardan 94 nəfəri qızıl, 169-u gümüş, 257 nəfər isə bürünc medal qazanıb. İyunun 9-u, 10-u, 11-i tarixlərində isə Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi baş tutub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təbiət fənləri üzrə qaliblərin mükafatlandırılması mərasimində Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli uğur qazanan məktəbliləri təbrik edib. Onların gələcəyin alimləri, ölkənin inkişafına töhfə verəcək, yeni kəşflərə imza atacaq və cəmiyyətin tərəqqisində mühüm rol oynayacaq gənclər olduğunu vurğulayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov isə bildirib ki, məktəblilər arasında bu elm yarışına artan maraq ölkədə güclü olimpiada hərəkatının formalaşdırdığını göstərir. ADA Universitetində baş tutan texniki fənlər üzrə olimpiada qaliblərinin mükafatlandırılması mərasimində Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov qaliblərin ali məktəblərə müsahibədən kənar qəbul edildiklərini vurğulayıb. ADA Universitetinin prorektoru Vəfa Qazdal Respublika Fən Olimpiadalarının əhəmiyyətini qeyd edib. Bakı Dövlət Universitetində təşkil olunmuş humanitar fənlər üzrə qaliblərin mükafatlandırılması mərasimində iştirak edən Elm və Təhsil Nazirinin müavini İdris İsayev bu uğurların arxasında böyük zəhmət, əzmkarlıq və məqsədyönlü fəaliyyətin dayandığını qeyd edib. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında Azərbaycanda bütün sahələrdə olduğu kimi təhsildə də ardıcıl və məqsədyönlü inkişafın müşahidə olunduğunu bildirib. Respublika Fən Olimpiadalarında əldə olunan uğurlar Azərbaycan təhsilinin inkişafına və ölkənin təhsil sahəsindəki beynəlxalq nüfuzunun artmasına töhfə verir.